Hər vaxt xeyir olsun dəyərli qrup üzvləri və YouTube kanalının izləyiciləri. Bu gün bizim bütün əməliyyatlarımız gəlirlə nəticələndi. Təbii ki, biz ə, ən pik 125.125-i gözləyirdik, amma xəbərlərə az qaldığı üçün biz əməliyyatları, yəni 5100-lərdə və take profitlərimiz əsasən də 5088-lərdə, 89-larda idi, yəni bağlandı. Bugünkü günə uğurla bağladıq. Yəni bu qalxış, yəni gün ərzində ortalama deyək ki, 85 dollar qalxıb. Yəni o demək deyil ki, daha qalxmayacaq. Amma təbii ki, 17:30-da çıxan xəbərdən asılıdır. Xəbərdən 5 dəqiqə qabaq buy stop, sell stoplara yerləşdirə bilərsiniz. Və böyük ehtimal var ki, yenidən yuxarı doğru istiqamətini davam etdirsin. Yəni 5125-lərdən yox 45-lərə qədər, yəni yüksəlməsi gözlənir, hətta ondan da yuxarı. Amma xəbər əks təsir göstərsə, təbii ki, qiymət satış əməliyyatlarının yaddaşlarda qalacaq. Əsasən də bizə lazım olan xəbərə qədər təhlükəsiz, mən demişdim ki, saat 12-yə qədər, 1-ə qədər yəni əməliyyatları bağlayın. Əməliyyatlar yəni uğurla bağlandı. Bugünkü əməliyyatlarımız, yəni Telegram siqnal kanalında biz paylaşdıq və YouTube-da da paylaşdıq. Yəni bugünkü əməliyyatlar, qızılda olan bütün əməliyyatlar gəlirlə nəticələndi. Belə inşallah ehtiyatlı olun, uğurlar sizə 17:30-dakı xəbəri mütləq gözləyin.